Qan analizi vasitəsilə uşağın nəyə allergiyası var təyin etmək. Belə ki, atopik panel dediyimiz bu analiz qida və respirator paneli olmaqla iki hissəyə bölünür. Qida panelində uşağın hansı qidalara allergiyası var deyə baxılır. Tənəffüs panelində isə uşağın hansı tənəffüs allergenlərinə qarşı allergiyası var deyə yoxlanılır. Bu allergiya analizinin, bu atopik panelin ehtiyac varmı, faydası varmı, lazımdırmı, nəyi göstərir, nəyə xidmət edir, o haqda danışacağım. Belə ki, əgər evladınızın hər hansı bir qidaya allergiyası var və siz bunu təsbit edə bilmirsiniz, yəni uşağa hansı qidanı verdikdən sonra onda allergiyanın artdığını müəyyən edə bilmirsiniz. Belə olan halda allergik panel, yəni atopik panel, qida paneli sizin köməyinizə çatacaqdır. Çünki orada müəyyən qidalara qarşı allergiyanın spesifik antigen, spesifik immunoglobulin Y testinin verilməsi ilə təyin olunur. Yalnız bu analiz yol göstəricidir. Yəni sizə yol göstərəcək ki, evladınızın hansı qidaya qarşı allergiyası var. Amma bəzən bu analizdə uşağın nəyə qarşı allergiyası var deyə görünməyə də bilər. Yəni bu analizin immunoglobulin Y bağımsız tip allergik uşaqlarda nəticəsi normal gələ bilər. Halbuki uşağın bu qidaya allergiyası olduğu halda bir növ qanda bunu göstərməyə bilər ki, belə olduğu halda biz əsas klinik testə baxırıq. Yəni ana uşağa hansı qidanı verəndən sonra səpir, bunu izləməyə çalışırıq. Amma bəzən bu mümkün olmaya bilir və bu analizlər atopik panel, qida və tənəffüs paneli bizim yol göstəricimiz ola bilər. Eyni zamanda tənəffüs panelində uşağın evin havasında olan bəzi gözə görünməz kiçik göbələklərə qarşı, gənələrə qarşı, dermatofaqoides farinei kimi rütubət gənələrinə qarşı və ya havada olan hər hansı bir allergenlərə qarşı, heyvan tükünə qarşı, heyvan tükü epitelinə qarşı və s. allergiyasının olub-olmadığını göstərmək üçün bu analizlər çox faydalıdır və allergik uşaqların diaqnozunun qoyulmasında yol göstəricidir.